Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Demək, Biləcəri Binəqədi yolun üstündə 41 nömrəli marşrutdan 10-15 metr məsafədə, yola yaxın, marketə yaxın ərazidə, təxmin hardasa 2 sotun içində 6 qarajlı, 4 otaq, bir də mansar olmaqla gözəl, tam təmirli bir həyət evimiz satışa çıxıb. Hörmətli izləyicilər, Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin, ev haqqında sizə məlumatlarımı verim. Evin qiymətini videonun son dəqiqələrində sizə təqdim edəcəm. Nəzərinizə çatdırıram, bax gördüyünüz kimi evin bu alt hissəsidir. Bax belə rigellər atılıb, altına rahat 2 dənə maşın daxil ola bilər. Gördüyünüz kimi atmalar 5-20-dən atılıb, standart 40 santıdan atılıb, tam standartlara uyğun ev inşa olunub. Ev satış üçündə tikilsə də istədiyiniz bir prorabı gətirib yoxlatdıra bilərsiniz. Evin fundamenti, kəməri, yəni hamısı qaydasında ev sahibi, yəni özü hamısı tam standartlara uyğun iş eləyib, istədiyiniz yenə deyirəm, prorabı, üstanı gətirib yoxlatdıra bilərsiniz. Gördüyünüz kimi həyətyanı sahəsindən, altı ilə tanış oldunuz. İndi keçən evin içində, burada da həyətinə də bir dənə rahat 2 maşın da daxil ola bilər, 1 maşın da daxil ola bilər. Keçən indi evin içi ilə tanış olaq. Həyəti ilə tanış olduq. Həyəti bir də buradan belə bir ətraflı çəkirəm. Yenə deyirəm, 41 nömrəli marşruda, 41 nömrəli marşruda Azadlıq metrosuna gedir. Bunu nəzərinizə çatdırın. Girən kimi gördüyünüz kimi dəhlizi hardasa 2 metrdir. Geniş, ürəyə çandır. Sağ tərəfdə burada 4-ün hardasa 7 metrəyə bir qonaq otağıdır. Tam təmirli, gözəl bir təmiri var. Açıq aboylardan, ağ qapılardan istifadə olunub. Burada 16 kvadratlıq hardasa mətbəxdir. Gördüyünüz kimi mətbəxi də geniş, ürək açan, hörmətli izləyicilər. Ev həqiqətən çox gözəl evdir. Burada yenə 14-15 kvadratlıq bir uşaq otağıdır. Otaqları həqiqətən genişdir. Bunu nəzərinizə çatdırın. Keçirik bura. Burada da yenə bir yataq otağıdır. Gördüyünüz kimi də pəncərələri tam rahat işıqlıdır. Pəncərələrlə tam havalanmaq verir. Gördüyünüz kimi də havalanmaya uyğundur. Rahat pəncərəsindən tam rahat işıq düşür. Bu hissəsi sanuzeldir. Sanuzeli, aksesuarlar hamısı qoyulub. Gördüyünüz kimi qranit mərmərdən yığılıb. Evin təmiri göz qabağındadır. Görürsünüz, döşəməsi də istipolda həmanın. Burada bir də geniş yataq otağıdır. Hardasa 3-8-nin, 3-50-nin 4 metri, 4-dən də bəlkə çoxdur. Buranı da görürsən, tam pəncərəsindən rahat işıq düşür. Hörmətli izləyicilər, yəni aşağıda 4 otaqdır, yuxarıda da bir dənə mansardır. İndi çıxağın mansara baxaq. Paşlı hardasa 5 otaq sayılır. Buradan da qalxırıq 2-ci mərtəbəyə. Yuxarı mansara. Mansar da burada da. Burada da bir dənə geniş mansardır. Burada da istədiyiniz kimi bir şərait yarada bilərsiniz. İstirahat eləmək üçün. Görürsünüz, yuxarılarda hamısı vurulub. 60 kvadratda buradadır, mansardadır. Hörmətli izləyicilər, gördüyünüz kimi evin bütün təmiri qaydasında marşrutdan 10 metr, 15 metr məsafədə yerləşir. Yola yaxın ərazidə yerləşir. Kimlərsə evin satmaq istəyirsə, sənədin nəzərinizə çatdırım, üzr istəyirəm. Sənədi bələdiyyə sənədidir, arxivli sənəddir, kupçaya gedən sənəddir. Bunu da nəzərinizə çatdırıb. Kimlərsə evin satmaq istəyirsə 055 389 3808 nömrəsi ilə əlaqə saxlayın, evlərin satılmağına köməkliyi göstərə bilərik. YouTube'da, Instagram'da, TikTok'da Seçən Anlar səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiymətli evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırılıb. Kodları götürmək yaddan çıxmasın, hörmətli izləyicilər. Evin qiyməti 127.000 manatdır. Start qiymət. Real alıcı olsa endirim olmağına olacaq. Birbaşa sahibi ilə görüşəcəksiniz. Son sözü də ev sahibi deyəcək, hörmətli izləyicilər. 127.000 start qiymət. Yəni yeri qəşəng yerdədir, yola yaxındır. Sona qədər izlədiyi üçün də təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Allah alana da xeyir versin, Allah satana da. Amin.